Salam əziz dostlar, xanımlar və bəylər. Kənan Rəhimov, həkim, psixiatr, psixoterapevt, sizin qulluğunuzdayım və sizə iki yaxşı xəbərim var. Və köməkçim vasitəsilə bu rolik sizə ona görə göndərilir ki, siz intensiv proqramı ilə maraqlanmısınız. Klinik psixoterapiya üzrə proqramdır və bu proqram 16 dərsdən ibarətdir. Martın 10-u dərsə başlayırıq. Və birinci şad xəbərim odur ki, endirim edirik. Onlayn tədrisə qatılmaq istəyən insanlar üçün keyfiyyətində heç bir problem yoxdur, əmin ola bilərsiniz. O tədrisi mən izah edirəmsə, mən aydın izah edirəm. Ondan şübhəniz olmasın. Birinci növbədə onlayn iştirak üçün cəmi 2 aylıq üçün cəmi 100 manat. Bu yaxşı şansdır. Yəqin bilirsiniz ki, mənim konsultasiyam əslində qalsa onlayn konsultasiyam 1 saatı fərdi şəkildə 100 manatdır. Busa 16 dərs olacaq. Ona görə tələsin. Bu şansı qaçırmayın. Belə ucuz təlimlər adətən olmur. Bu bir şansdır. Bu birinci məsələdir. İkincisi, niyə mən bu təlimlərə qatılmalıyam və çox təlimlərə qatılmışam daha öncə. 3 gün ərzində siz bu 100 manat ödəniş edib təlimə qatılmaqla martın 10-undan 16 gün ərzində birinci dərs ümumi təlimatdır, proqramda yazıldığı kimi qaydaları öyrənəcəksiniz. Ondan sonra 15 ayrı-ayrı psixoloji pozuntuların həllini öyrənəcəksiniz. Baxın, mən sizə tam məsuliyyətimlə deyirəm, bütün təcrübəm boyu bunlar əsas müraciət səbəbləridir Azərbaycanda. Bunlardan kənara çıxan çox nadir hallar olur. Yəni ki, 20 il təcrübədən bunu görən insan kimi deyirəm. İstisna hallar var. Təbii ki, xaricdə mənim pasiyentlərim var ki, ağır xəstələrdir və onlarla yenə də konsultasiya aparıram. Amma nadir insanlardır. Əksəriyyəti bunlardır. Və bunların hər birisi çörək ağacıdır. Bax, bir psixoloq üçün, bu sahə ilə məşğul olan insan üçün, mütəxəssis üçün bu bir çörək ağacıdır. Yəni bir problemin ki, həllini bilirsiniz. Fərqi yoxdur. Siz xaricdə oxumusunuz, Azərbaycanda oxumusunuz, yaxud özünüz öz üzərinizdə işləyərək yavaş-yavaş bir təcrübə yığmısınız. Universitet verdiyi təhsil yetərli olmayıbsa, bir çox insanlar təbii ki, öz üzərində sonra işləməklə öyrənirlər. Yenə də siz illəri itirmişsiniz indiki bilik və bacarıq, təcrübə, təhsilə sahib olmaq üçün. Bu təlimdə isə siz çox az zaman ərzində 20 il təcrübənin konsentrat deyək də toplumunu alacaqsınız. Dəqiq təlimatını. Baxın, hər birisi ayrı-ayrı təlimatdır. Siz 15 təlim keçməyəcəksinizsə, siz 15 mütəxəssis üçün gəlir mənbəyini, düzgün gəlir mənbəyini öyrənəcəksiniz. Mənim borcum odur ki, hər bir mütəxəssis, psixologiya üzrə təhsil olan hər bir şəxs öz əməyi ilə, öz zəkası ilə öz ehtiyaclarını ödəyə biləcək qədər məvacib qazana bilsin. Bizim qazancımız əhalidəndir. Əhali razı qalırsa, xidmətdən məmnun qalırsa, ödəniş eləyirsə, tövsiyə eləyir. Əks halda insan nə qədər desə ki, mən hamıdan ağıllıyam ya da hamısından güclüyəm və s. bu sadəcə lovğalıqdan başqa heç bir şey deyil. Bu özü də psixoloji kompleksdən qaynaqlanır. Ona görə mən sizə tövsiyə edirəm ki, bu şansı qaçırmayın. Üstəlik onlayn iştirak edənlər sonra o dərsin videosuna da rahatlıqla baxa biləcəklər. Ona görə ki, orada qrupda videoları paylaşacaq dərsdən sonra. Amma Zoomda belə canlı görüşəcək. Get orada PDF-i oxu anlayışı deyil. Yox, mən elə təlimlər keçirmirəm. Mən özüm iştirak edirəm, özüm aparıram, özüm də suallara cavab verirəm. Və hətta 2 saat dərsimizdir. Hətta o 2 saatdan kənara çıxanda belə tələsdirmirəm. Deyirəm, buyurun suallarınızı verin, aydın olmadısa. Sonra qrupda da paylaşa bilərsiniz. Məqsədim sizə bunu öyrətməkdir. Öyrənə bilmədinizsə, qrupda qalın, yenə də soruşun. Deyin, ay Kənan müəllim, siz izah elədiniz, mən heç də başa düşmədim. Yox, narahat olmayın, mən təmkinli sizə izah eləyəcəm, təkrar izah eləyəcəm. Hələ ki, başa düşməyəcəksiniz. Ona görə ki, bunu öyrənməyiniz önəmlidir. Həyatı boyu bundan faydalanacaqsınız. Mən bunu əminliklə deyirəm. Ona görə 15 qaydanı, 15 metodu öyrənmək üçün məncə bu 100 manatı təcili şəkildə ödəməyə dəyər. Ondan fərqli şeylərə onsuz da pul xərcləyəcəksiniz. Amma bu bacarıqları öyrənməyə vaxt ayırmayacaqsınız. Mənim daha öncəki və digər təlimlərim xidmət haqqı olaraq bahadır, bilirsiniz. Mən ona görə bunu hazırlamışam ki, kimlər ki deyirdi ki, mən istəyirəm, amma bahadır, imkanım çatmır, hamı faydalansın, tərəddüd etməsinlər. Ona görə dəvət edirəm, inşallah görüşərik ayın 10-u. Qeydiyyatdan keçin.